Blogerlikdə əsas məqamlardan biri tükənməməkdir. Yəni video çəkməkdən, e, yaxşı mikrofon almaqdan, ondan qabaq əksəriyyəti 99% demək olar ki, 2 həftədən, 3 həftədən sonra tükənir. Onun tükənməmək üçün isə əksəriyyəti hansı kimlər tükənir? Kim ki insanlara bəyənməyə çalışır, kim ki baxır ki, insanlar məsələn bu sözləri deyərəm bəyənməzlər falan. Belə yanaşanda insan tez tükənir və bezir, çünki sən çaba göstərsən, amma qarşılığında heç nə görmürsən. 200-300 baxış görürsən və bu səni qane eləmir və bundan sonra tükənməyə başlayırsan. Bunu belə deyim, yanaşma tərzini dəyişmək lazımdır. Həmin o dərslərdə o haqqda danışıram. Necə sən hər gün çəkəsən və ümumiyyətcə neçə dəfə baxdımı, baxmadımı, sıfır baxış olsa belə sən bundan tükənmirsən. Küləyə baxır bugünkü. Yayın ki mənə eşidiləcək. Yəni sən tükənməyəsən. Ona görə hər şeydən öncə yanaşma tərzini dəyişməlisən. İnşallah ki o da dərslərdə. Kimsə istəsə qoşula bilər.